Bugünkü mövzumuz Çar Balakən cəmaatlığı. 18-ci əsrin ikinci yarısında Azərbaycanda xanlıqlardan başqa da dövlət qurumları var idi. Bu qurumlar hansısa bir xanlığın tabirində idi. Bilirik ki, Nadir Şah ölür, Əfşar imperiyası parçalanır. Azərbaycanda xanlıqlar, sultanlıqlar, məlikliklər və cəmaatlar yaranır. İlk öncə baxacağıq Çar Balakən cəmaatlığına. Azərbaycanda mövcud olmuş dövlət qurumlarından biri də özünə məxsus idarə quruluş olan Çar Balakən cəmaatı idi. Cəmaat Qanıq Alazan çayının aşağı boyunu əhatə edən Azərbaycan torpaqlarında yerləşirdi. Yəni xəritə üzərində baxın. Qanıq Alazan çayının aşağı boyunu əhatə edən Azərbaycan torpaqlarında yerləşirdi. Xəritə üzərində baxsaq, Çar Balakən cəmaatlığı. Deməli, Qanıq çayının aşağı boyunu əhatə edən Azərbaycan torpaqlarında yerləşirdi. Azərbaycanın şimal-qərbində yaranmış Çar Balakən cəmaatı Çar, Balakən, Katix, Muxaq və Cənik cəmaatlarını özündə birləşdirirdi. Demək, Çar Balakən ətrafında bir sıra azad cəmaatları Çar, Balakən, Katix, Muxaq, Tala və Cəniki özündə birləşdirirdi. Cəmaatlığın əhalisi əsasən bu yerlərin ən qədim sakinləri olan Kimmerlər, İskitlər, Sak tayfalarının, habelə digər Oğuz və Qıpçaq türklər nəsillərindən olan Azərbaycan türklər, yəni Muğallar idilər. Deməli, cəmaatlığın əhalisi əsasən bu yerlərin ən qədim sakini olan Kimmer, İskit, Sak tayfalarının, habelə digər Oğuz və Qıpçaq türklər nəsillərindən olan Azərbaycan türkləri Muğallar idi. Azərbaycan türklərlə yanaşı burada İnqiloylar, Avarlar, Saxurlar da yaşayırdılar. İnqiloylar, Avarlar, Saxurlar da yaşayırdılar. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov bir çox nüfuzlu alimlər Avarları qədim Avar türklərinin davamçıları. Yəni deyirlər ki, bu Avarlar qədim Avar türklərin davamçıları idi. Avarların və Sakların böyük hissəsi 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Böyük Qafqazın uca dağlıq ərazilərinə Dağıstandan köçüb gəlmişdir. Yəni Avarlar bura Dağıstandan köçüb gəlmişlər. Onların köçməsi iqtisadi səbəblə, yəni yaşadıkları dağlıq ərazidə yaralı torpaqların azlığı ilə bağlıdır. Yəni onlar bizə siyasi yox, iqtisadi səbəblə gəlmişdilər. Çünki Dağıstanda yaralı torpaqlar az idi. Əlverişli təbii şəraitin olması bu əhalinin Qanıq boyundakı Azərbaycan torpaqlarında məskunlaşmasına səbəb olmuşdu. Onlar burada xarici hücumlardan qorumaq üçün icmalarda birləşmişdilər. Cəmaatın əhalisi yaylaq-qışlaq maldarlığı, əkinçilik və sənətkarlıqla məşğul olurdular. Otlaqlar cəmaatın ümumi istifadəsində idi. İndi baxaq idarəetmə sisteminə. Dedi ki, hər bir icma kəndxuda və ya qazi tərəfindən idarə olunurdu. Hər bir icma kəndxuda və ya qazi tərəfindən idarə olunurdu. Eyni zamanda şəriət qaydaları idarə olunurdu. Yəni, idarə etmə şəriət qaydalarına əsaslanırdı. Deməli, Çar Balakən cəmaatlığı əhalisi türk soy tayfalar idi. Qədim sakinlər Kimmer, İskit, Saklar, eyni zamanda Oğuzlar, Qıpçaqlar, yəni Muğallar. Daha sonra Dağıstandan köçüb gəlmişlər İnqiloylar, Avarlar, Saxurlar. Bu haqda məlumat vermişdi Bakıxanov. Deyirdi ki, Avarlar qədim Avarların davamçıları idi. Hər bir cəmiyyət bir neçə kənd icmasından ibarət idi. Hər bir cəmiyyəti, yəni icmanı, kəndxuda və ya qazi idarə edirdi. İdarə etmə şəriət qaydalarıyla müəyyən olunurdu. Lakin cəmaatlığın ali orqanı xalq yığıncağı idi. Yəni, kəndxuda və qazi idarə edirdisə də, ali orqan xalq yığıncağı idi. Xalq yığıncağında deyir ki, yaşlılarla bərabər eyni zamanda yetkinlik yaşına çatmış kişilər, yəni baxın, yalnız kişilər, yetkinlik yaşına çatmış kişilər də iştirak edə bilərdilər. Xalq yığıncağında daxili məsələlər, həmçinin müharibə və sülh məsələləri müzakirə olunur, mühüm qərarlar qəbul edilirdi. Cəmiyyətdə ruhanilərin nüfuzu böyük idi. Onlar məhkəmə işlərində şəriət qanunlarına əsaslanırdılar. Deməli, hər bir cəmiyyət kəndxuda və qazi tərəfindən idarə olunurdu. Cəmiyyətdə məhkəmələrə ruhanilər başçılıq edirdi. Ailə orqan xalq yığıncağı idi. Xalq yığıncağında yaşlılarla bərabər yetkinlik yaşına çatmış oğlanlar, yəni kişilər iştirak edə bilərdi. Cəmaatlığın bütün daxili məsələləri, xarici məsələləri, müharibə və sülh məsələləri xalq yığıncağında həll olunurdu. Demək, bu danışdığımız oldu Çar Balakən cəmaatlığı. İndi baxaq sultanlıqlara.
Azərbaycanın ucqar ərazisində yerləşən Çar Balakən cəmaatı Şəki xanlığı və İlisi sultanlığı, demək birinci sualına baxacaq. İlisi sultanlığı ilə birləşərək bu diyarı yad ellilərin hücumlarından qoruyub saxlamağa mühüm rol oynamışdı. Yəni İlisi sultanlığı, Şəki xanlığı Çar Balakən cəmaatlığı ilə birlikdə ölkənin şimal-qərb torpaqlarını yad elli basqınlarından qorumuşdular. İlisu, Şəki, Çar Balakən cəmaatlığı. İlisi sultanlığı 16-cı əsrin ikinci yarısında Səfəvilərin dövründə yaranmışdı. İlisu sultanlığı 16-cı əsrin ikinci yarısında Səfəvilərin dövründə yaranmışdı. Əvvəllər sultan əhali tərəfindən seçilirdi. 18-ci əsrin sonlarında sultan hakimiyyəti irsən keçməyə başladı. Yəni İlisi sultanlığı 16-cı əsrin ikinci yarısında Səfəvilərin dövründə yaranmışdı. Əvvəllər sultan əhali tərəfindən seçilirdi. 18-ci əsrin sonlarında sultan hakimiyyəti irsən keçməyə başlayır. İlisi sultanlığı, Şəki xanlığı və Çar Balakən cəmaatlığı ilə birləşib Azərbaycan şimal-qərbini yad ellərdən qorumuşdu. Növbəti sultanlığımız Borçalı sultanlığı olacaq. Borçalı sultanlığı Səfəvilərin dövründə yaranmışdı. Deməli, həm İlisunu, həm Borçalını, həm Ərəşi oxşar götürə bilərik ki, Səfəvilərin dövründə yaranmışdı. Borçalı sultanlığı 17-ci əsrin əvvəllərində yaradılmışdı. 18-ci əsrdə sultanlığın ərazisinə Borçalı bir də Loru vilayətləri. Loru indiki Ermənistan Respublikasının şimalı. Deməli, Borçalı sultanlığı 17-ci əsrin əvvəllərində yaranmışdı. 18-ci əsrdə sultanlığın ərazisinə Borçalı bir də Loru vilayətləri daxil idi. Səfəvilər dövründə Borçalı sultanlığı Qarabağ bəylərbəyliyinin tərkibində idi. Səfəvilərin dövründə Borçalı sultanlığı Qarabağ bəylərbəyliyinin tərkibində idi. Nadir Şah, bilirik 36-cı ildə şah seçiləndən sonra bu ərazi idarəsini hələ 15-ci əsrdən Azərbaycan dövlətinin təbəliyində olan Kartli Çarlığın idarəsinə vermişdi. Nadir Şah Borçalını Kartli Çarlığının idarəsinə vermişdi. Növbəti sultanlığımız olacaq. İlisudan sonra gəlir Qazax sultanlığı. 18-ci əsrin ikinci yarısında mövcud sultanlıqdan biri də Qazax sultanlığı idi. Burada Qazax tayfası yaşayan adı ilə bağlıdır. Deməli, Qazax sultanlığı 18-ci əsrin ikinci yarısında yaranmışdı. Qazax tayfaların adı ilə bağlıdır. Qazax tayfası Azərbaycanın şimal-qərbində məskunlaşmış, 18-ci əsrin əvvəllərində bir hissəsi Qarabağa köçürülmüşdü. Elə bunların da idarə edirdi sultan, sultan isə irsi hakimiyyətə malik idi. Deməli, Qazax tayfası 18-ci əsrdə, daha sonra Qazax sultanlığı 18-ci əsrin ikinci yarısında yaranmışdı. Qazax tayfasının adı ilə bağlıdır. Daha sonra 18-ci əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdü. Hakimləri isə irsi hakimiyyətə malik olan sultan idi. İndi baxaq Qəbələ sultanlığına. Qəbələ sultanlığı müəyyən imtiyaza malik olmaqla bilavasitə Şəki xanlığına tabe idi. Qəbələ sultanlığı Şəki xanlığına tabe olmuşdu. Əhali əkinçiliklə məşğul idi. Buğda, arpa, çəltik becərir, ipəkçiliklə məşğul olurdu. Azərbaycanın bir sıra şəhərlərinə gedən ticarət yolları buradan keçirdi. Deməli, Qəbələ sultanlığı dedi ki, Şəkin tərkibində idi. Azərbaycanın bir sıra şəhərlərinə gedən ticarət yolları buradan keçirdi. İndi baxaq Ərəş sultanlığına. Bayaq dediyimiz kimi Ərəş sultanlığı da Səfəvilərin dövründə yaranmışdı. Burada da əhali ipəkçilik, əkinçilik, maldarlıq, bağçılıq məşğul olurdu. Buradan bir çox ölkələrə xam ipək ixrac olunurdu. Deməli, Ərəşdən bir çox ölkələrə xam ipək ixrac olunurdu. Sultanlıq Şəki xanlığının asılı idi. 1795-ci ildə sultanlıq ləğv edildi və mahal kimi Şəki xanlığının tərkibinə birləşdirildi. Deməli, Ərəş sultanlığı Səfəvilərin dövründə yarandı. Əhalisi əkinçilik, maldarlıq, bağçılıqla məşğul oldu. Buradan bir çox ölkələrə xam ipək ixrac edilirdi. Sultanlıq Şəki xanlığının asılı idi. 95-ci ilə ləğv olunur. Mahal kimi düşür Şəki xanlığının tərkibinə. Növbəti baxacaq Şəmşədilə. Şəmşədil isə sultanlığın adı Zülqadər tayfasının bir qolu olan Şəmşədillə bağlıdır. Deməli, sultanlığın adı Zülqadər tayfasının bir qolu olan Şəmşədillə bağlı idi. Hakimləri sultan titulu daşıyırdı. Onlar irsi hakimiyyətə malik idilər. Elə Şəmşədillə, deməli, Zülqadər tayfasının bir qolu idi, Şəmşədillə bağlı idi. Hakimləri irsi hakimiyyətə malik sultan idi. 18-ci əsrin 50-ci illərində bu da Kartli Çarlığının işğalına məruz qalmışdı. Növbəti
Sultanlıqlarımız bitdi. İndi baxaq məlikliyə. Deyirik ki, məlikliklər əhalisi xristianlığı qəbul etmiş Albanlardan ibarət olan, yəni xristianlığı qəbul edən Albanlardan ibarət olan Xaçın, Vərəndə, Dizaq, Çiləbörd və Talış, yəni Gülüstan məlikləri var idi. Qarabağ xanlığı arasında yerləşirdi bu məlikliklər. Məlikliklər xandan asılı idilər. Lakin Pənahalı xan gücləndikcə məlikliklər separatçılıq fəaliyyətini gücləndirirdilər. Separatçılıq, bölüşdürücülük, parçalama siyasəti idi. Məliklər çoxaq xəmsə, yəni beşlik adlandırırdılar. Mənbələrin və Qarabağnamə müəlliflərinin verdikləri məlumata görə məliklərin əhalisi mənşəcə Qarabağdan deyil, yəni bura köçüb gəlmişdilər. Onlar bu əraziyə Azərbaycanın başqa yerlərindən köçüb gəlmişdilər və Qarabağın 5 mahalının adı ilə adlandırılmışdı. Yalnız Xaçın mahalının əhalisi yerli xristian albanlar idi. Yalnız Xaçın mahalının əhalisi yerli xristian albanlar idi. Digər məlikliklər Qarabağa gəlmə idi. Məsələn, Dizaq məliyi Qarabağa Lorudan gəlmişdi. Deməli, Dizaq məliyi Qarabağa Lorudan gəlmişdi. Nadir Şah Dizaq da ona məliklik vermişdi. Vərəndə məliyi Şahnəzər Göyçədən, Çiləbörd məliyi Allahqulu Mağavizdən, Talış məliyi Usub Şirvandan qaçaraq Qarabağda sığınmışdılar. Və onlar Nadir Şah itaətə görə müvafiq ərazilərə məlik təyin edilmişdilər. Məlikliklər Qarabağda heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Çünki bölgədə sosial dayağa malik olmayan, daimi bir-biri ilə didişən mahal başçı idilər. Yəni bir vahid məliklik yaratmadılar, bir vahid dövlət qura bilmədilər, daimi bir-biri ilə didişən mahal başçı idilər. Məlikliklər səlahiyyətlərin məhdudlaşdırılmasından qorxurdular. Ona görə də Qarabağda mərkəzləşdirilmiş hakimiyyətin yaranmasını istəmirdilər və gizli-gizli xarici qüvvələrlə əlaqə saxlayırdılar. Məliklərin separatçılıq meyilləri mərkəzləşmə işinə mane olur, xanlığın daxili vəziyyəti mürəkkəbləşdirirdi. Ona görə biz keçmişik. Qarabağ xanlığının dövründə Pənahalı xanda, İbrahim Xəlil xanda məliklikləri dövlətə tabe etmişdi. Deməli, bu dövrdən bugün nə keçdi? Cəmaatlıqlar, sultanlar, məlikliklər. Çar Balakən cəmaatlığı əhalisinin çoxu türklərdən ibarət idi. Hər bir icmanı kəndxuda və qazi idarə edirdi. Şəriət qaydalarına idarə olunurdu. Cəmaatlığın ali orqanı xalq yığıncağı idi. Xalq yığıncağında yaşlılarla bərabər yetkinlik yaşına çatmış oğlanlar da iştirak edə bilərdi. Sultanlıqlarımız İllisu, Borçalı, Şəmşəddil, Ərəş, Qazax, Qəbələ idi. Səfəvilərin dövründə yaranmış sultanlıqlarımız İllisu, Borçalı, Ərəş sultanlığı idi. Sultanlıqlar sultan titulu daşıyırdı. Hakimiyyət irsən keçirdi. 5 dənə məliklik var idi. Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Talış. Bunlar Qarabağın yerli sakini olmayıb, hardansa Qarabağda məskunlaşmışlar, köçüb gəlmişdilər. Yalnız Xaçın mahalının əhalisi yerli xristianlar idi. Digərlərin hamısı Qarabağa başqa bölgədən köçüb gələnlər idilər.